Bəzən deyirlər ki, geoloq torpağa baxanda gələcəyi görür. Geofizik isə baxmadan da anlayır. Çünki o görünməyəni ölçür, görünəni isə dəyərləndirir. Bəzən deyirlər ki, elm havada qalmasın. Amma elə elmlər də var ki, onlar yerin dərin qatlarına enir və oradan qalxır. Bugünkü sualımız da budur. Yer haqqında öyrənmək üçün mütləq şəkildə qazmaq lazımdır, yoxsa sual vermək kifayətdir? Bumerang başladı. Suallar atılır, cavablar qayıdır. Bəzən yerin dərin qatlarından, bəzən isə təcrübədən. Bugün studiyamızda elmin yeraltı kəşfiyyatına aparan bir qonaq var. Geologiya, mineralogiya elmləri üzrə namizəd, dosent Naməd Paşayevdir. Xoş gəlmisiniz Naməd müəllim. Mən sizə təşəkkür edirəm. Çox sağ olun dəvətiniz üçün. Geofizika deyəndə çoxlarının ağlına neft buruqları gəlir. Bəs sizcə, geofizik daha çox alimdir, yoxsa bir növ dedektiv? Əslində geofizika tətbiqi elm sahəsi olub, riyaziyyatın, fizikanın, kimyanın, geologiyanın, digər təbiət elmlərinin klassik qanun və qaydalarından bəhrələnən bir elm sahəsidir və özündə ehtiva edir. Mənə elə gəlir ki, zənnimcə geofiziki detektiv alim adlandırmaq olar. Bir geofizik üçün ən vacib alət nə sayılır? Cihaz, təcrübə, yoxsa səbir? Bir geofizik üçün əsas alət, cihaz belə deyək, müasir texnologiyalardır, quyu cihazlardır, proqram təminatıdır. Siz təsəvvür edirsiniz ki, bütün bunların sayəsində biz yerin təkindəki neftli qazlı strukturları aşkarlayırıq. Eyni zamanda müşahidələrlə düşüncənin sintezini edirik. Təsəvvür edək ki, heç bir quyu qazmadan biz yerin təkində təbii fizik sahələr yarada bilərik. Ola bilər təbii fizik sahələr yaransın və yaxud süni fizik sahələri biz yaradırıq və bu sahələri geoloji dilə transformasiya edirik, geoloji dilə çeviririk və heç bir quyu qazmadan yerin böyük dərinliklərindən neftli qazlı strukturları aşkarlamağa qadirik. Siz yerin altındakı suxurları öyrənirsiniz. Bəs tələbələrin potensialını müəyyən eləmək üçün belə bir cihaz varmı? Əbəs yerə nefti yer təkinin qanı adlandırmırlar. İstər neft olsun, istər qaz kondensat yataqları olsun, istər də bərk faydalı qazın yataqları və nadir elementlər. Onların təşkil etdikləri strukturlar aşkarlamaq məhz auditoриyadan başlanır. Yəni, auditoryada peşəkar təlim, tələbə istedadının yönəldilməsi, tələbələri elmə yönəltmək, cəlb etmək məhz bunlardan ibarətdir. Geofizika çox texniki bir sahədir. Bəs sizcə, tələbələrə bu elmi sevdirmək üçün formulu göstərmək kifayətdir, yoxsa biraz da romantika eləmək lazımdır? Geofizikanı yer təkinin güzgüsü adlandırmaq olar. Bəli, yer təki güzgüsü ona görə deyirəm ki, yəni bütün sahələri öyrənmək iqtidarındadır. Amma eyni zamanda bu sahələr ki var, hansı ki formalaşan sahələr, bunu öyrənmək üçün özü bir romantika cəlb edir. Mən düşünürəm ki, uğur düsturları üzərində romantikliyi bərqərar etmək olur. Əgər geofizika görünməyəni görmək elmidirsə, onda bu sahədə gözə görünməz qəhrəmanlar da var? Bəli, bu biraz mücərrəd mən qəbul edirəm. Burada ancaq komandadan söhbət gedir ki, yəni elə bir komanda yaratmaq lazımdır ki, elmə köklənən komanda. Və biz bu elmə köklənən komanda ilə dərin qatlarda, sirri açılmayan qatları, yeni neft qaz yataqlarını aşkarlamaq, kəşf etmək üçün mühüm elmi nəticələr alaq. Görünməyən tərəf budur. Geofizik tədqiqatlar yerin sirlərini açır. Bəs sizcə tələbələr bu sirrə maraq göstərməkdə hələ də aktivdirmi? Bəli, deməzdim ki, aktiv deyirlər. Onu aktivləşdirmək üçün əlbəttə universitetdə bu onunla bağlıdır ki, bu əslində aparılan islahatlar, yeni təlim metodikalarının cəlb edilməsi, peşəkar pedaqoji fədakarlıq, bütün bunlar əlbəttə tələbələri buna səsləyir. Biz də çalışırıq ki, bu səsləmə nəsildən nəslə ötürülsün.
İndi bu dəqiqə belə cavabı qısa mən belə deyə bilərəm ki, var, belə tələbələrimiz var, nəsildən nəslə ötürülür. Halbuki bu gün bizim çiynimizdədir və bizim demək gənc nəsillə apardığımız təlimlər üzərindədir. Ancaq bu nəsildən nəslə ötürülür. Təəssüflə qeyd etmək istərəm ki, o parlaq gözlər belə məcazi mənada ifadəsi tələbələr arasında azdır. Yəni ki, 5-6 qrupda 5-6 tələbə bu işlərə nail ola bilir və bizi qane edir. Geofizika dərsləri çətindir deyirlər. Bəs sizcə bu çətinlik elmin tərkib hissəsidir, yoxsa tələbələrin bəhanəsi? Geofizika tətbiq elm sahəsidir. Yəni fundamental sahələrdə əks etdirir. Bu dəqiq elmlərin qovşağındadır. Təbiət elmlərinin, eləcə dəqiq elmlərin qovşağında olduğu üçün riyaziyyatı, kimyanı, fizikanı, geologiyanı mükəmməl bilmədən yaxşı geofizika olmaq olmaz. Yəni o zaman çətinlik yarana bilir, bəli. Ancaq o zaman. Yoxsa bunu əlbəttə tələbələrin bəhanəsini, mən ifadəsini o qədər də qəbul etmirəm. Sadəcə bunun kökü ona bağlanır ki, dəqiq elmləri mükəmməl bilməlidirlər. Siz tədqiqatlarınızda qeyri-səlis məntiq nəzəriyyəsində tətbiq edirsiniz. Bəs sizcə həyatda da bunu tətbiq etsək mübahisələr azalardımı? Bu nəzəriyyə elə geofizikanın yarandığı andan qüvvədədir və tətbiq olunur. Bir məqamı qeyd edim ki, geofizika bir qədər müasir, yeni elm sahəsidir. O qədər bir qədər gənc sahədir. Əgər yerin təki bir cinsli olsaydı, yəni qeyri bir cins yaxud heterogen olmasaydı, bəli, onda mübahisələr azalardı. Odur ki, bu mübahisələr daim edəcəkdir. Çünki yer təkinin quruluşu olduqca qeyri bir cins, olduqca heterogendir. Yəni, hər hansı bir qanuna, hər hansı bir qayda ilə onu tənzimləmək qeyri-mümkündür. Odur ki, bu nəzəriyyənin, statistikanın meyar elementlərinin burada istifadəsi vacibidir. Geofizika elmi bəzən yerin ürək döyüntülərini dinləməyi xatırladır. Bəs universitetin nəbzini necə hiss edirsiniz? Tələbənin yaradıcılığı üzə çıxaranda, peşəkarlığı üzə çıxarılanda, istedadı üzə çıxarılanda məhz həmin döyüntülər elə orada hiss olunur. Yəni ki, belə bir addım, belə bir gedişat gələcəyin geofizika aliminin yetişməsinə böyük təkan verə bilər. Sizcə bugün geofizika gələcəyin peşəsidir, yoxsa gələcəyi formalaşdıran bir elmdir? Bəşəriyyət üçün lazım olan, belə deyək, neftdir, qazdır, kondensatdır və digər faydalı qazın yataqlarının axtarışından başlamış, kəşfiyyatına, istismarına qədər olan sahələri təkcə əhatə etmir. Geofizika elmi eyni zamanda okeanologiya, buzlaqlarla bağlı, vulkanologiya, zəlzələlərin proqnozu, kainat cisimləri ilə bağlı, aerokosmosla bağlı bütün sahələri özündə təsbit edən, təşviq edən bir elm sahəsidir. Odur ki, bu sahə çox strateji və hüdudsuz bir elm sahəsidir. Əgər yerin dərinlikləri çox sirlər saxlayırsa, deməli elmin dərinliklərində də bizi çox kəşflər gözləyir. Elə deyilmi? Yerin sirli dünyası var. Hesab etmək olar ki, biz onun çox cüzi bir hissəsini hələ mənimsəmişik. Orada açılmamış sirlər çoxdur. Bu nəsildən nəslə ötürülür. Tarix boyu bu belə də olub və belə davam edəcək. Mən güman eləyirəm ki, gələcək nəsillər yeni texnikanın, texnologiyanın, süni zəkanın imkanlarından yararlanaraq çox böyük kəşflərə imza atacaqlar. Təşəkkür edirəm Naməd müəllim. Görünür geofizika təkcə yerin dərinliklərinə deyil, həm də elmin mahiyyətinə enməkdir. Dəvətinizə görə minnətdarlığımı bildirirəm. Çox mənalı, maraqlı geofizika sahəsinə aid edən suallarınız oldu. Bəli, tamamilə doğrudur. Mən qeyd etdiyim kimi, geofizika tək yerin təkini deyil, eyni zamanda çox saylı məsələlərin həllində böyük qüvvəyə malikdir. O cümlədən okeanologiya ilə bağlı, zəlzələlərin proqnozu ilə bağlı, vulkanlarla bağlı, səmavi cisimlərlə bağlı, onların hərəkətlərinə bağlı olduqca mühüm məlumatlar bazasını əldə edə bilir. Bugün öyrəndik ki, elm bəzən görünəni izah edir, bəzən isə görünməyəni axtarır. Geofizika elmi isə bizə göstərdi ki, sual nə qədər dərindən gəlirsə, cavabı da bir o qədər qiymətli olur.
Bu gün də bumerang kimi sualları atdıq, cavabları qayıtdı. Amma bu dəfə yerin daha dərin qatlarından gəldi. Görüşənə dək. Bunu qoymayın qətiyyən. Bizim seismik kəşfiyyatımız var. Məhz bu sir deyilmi? Mən torpaq ağlıma gəlir geofizika deyəndə. Əslində özək geoloji kəşfiyyatdır. Burada elmi toqquşmalar gedir də, elmi mübahisələrdən söhbət gedir. Deyəcəklər niyə işlədirsiniz o qədər qız? İçində parlaq gözlər var. Çəkiliş elə ağlıma imtahan gəlir. Niyə? Çünki 5-ci gün, 1-ci gün imtahanımız var. Yox, buyurun, buyurun. Mən də heç olmasa sizə bir sağ olmu deyim də.